1918-ci ilin noyabr ayıydı. O günü heç vaxt unutmaram. Gorus rayonunun Qurtqalaq kəndində payız sanki son dəfə gözəlliyini göstərirdi. Hava açıq idi, səma sakit. Halbuki bu aylarda bizim oralar dondurucu soyuq olardı. Amma o gün qəribə bir istilik vardı. Sanki torpaq bizi yola salmağa hazırlaşırdı. Fevraldan bəri başlayan gərginlik hər gün artırdı. Kəndimizin gəncləri ov tüfəngləri ilə belə olsa torpaqlarını qorumağa and içmişdilər. Sovet əskərləri tez-tez kəndə gəlir, vəziyyətlə maraqlanırdılar. Amma 24 noyabr günü hər şey dəyişdi. Rus əskərləri gəlib dedilər: "Kəndi tərk edin. Bu gecə ermənilər hücum edəcək. Onlar çoxdur. Qarşı dursanız, hər şey daha pis olacaq." Biz artıq heç nəyə təəccüblənmirdik. Çünki bu sözlərdən əvvəl biz çox şey görmüşdük. Atam Abdullayev Alman. Yüksək vəzifəsi olmasına baxmayaraq, Gorusun mərkəzində gündüz vaxtı sadəcə mən türkəm dediyi üçün ölümcül döyülmüşdü. O günü heç vaxt unutmadım. İki erməni yaxınlaşmışdı ona. Biri arxasına keçmişdi. Digəri üzünə baxıb soruşmuşdu: "Hayes, Torkes." Atam sakitcə cavab vermişdi: "Türkəm." Və o an hər şey dəyişmişdi. Arxadan vurulan zərbə ilə yerə yıxılmışdı. Aylanda isə özünü zibillikdə tapmışdı. Ölənə qədər başından aldığı zərbənin ağrıları ilə yaşadı. O gündən sonra biz ermənilərə inanmadıq. Kəndimizin ağsaqqalları yığışdı. Qərar verildi. Əvvəl qadınlar və uşaqlar çıxarılacaq. 29 evlik kəndimiz bir yük maşınına sığdırıldı. Mən də o yük maşının üstündə idim və həyatımda ilk və son dəfə yük maşınına mindim. Kənddən çıxarkən iki qəbirstanlığın yanından keçirdik. Bir də 1937-ci ildə güllələnənlərin və müharibə şəhidlərinin abidəsi vardı. Birdən qadınlar yüksək səslə bağıraraq maşını saxlatdılar. Hamı aşağı düşdü. Sanki hər kəs geri qayıtmayacağını bilirdi. Ağlama səsləri dağlara dəyib geri qayıdırdı. Kəndimizin və bölgəmizin inanclı insanlarının ant yeri və ziyarətgahı olan 3 qəbir deyilən yerə tərəf qaçdılar. Mirhəsim dədə, Mehdi və cəmi 18 yaşında dünyadan köçən Mayıs. Qəndili nənə oğlunun məzarı başında torpağa sarılıb ağlayırdı. "Mayıs balam, məni bağışla. Səni bu zalımların ayağı altında qoyub gedirəm." O gün bu sözlər mənim içimə işlədi. Aradan illər keçib, unuda bilmirəm. Başqa tərəfdə Gülizar xala qızının məzarı başında ağlayırdı. Əntiqə nənə və Pərvanə nənə isə İsmail dədəmin məzarı başında ağı deyirdi. Hamı ağlayırdı. Həmin gün biz yalnız kəndi yox, ruhumuzu davrada qoyduq. Rus əskərlərinin içində bir qıyıq gözlü əskər vardı. O da gizlicə göz yaşlarını silirdi. Sonra bizi tələsdirdi. "Minin." Yol boyu qadınlar ağı deyirdi. Amma bu dəfə ölülərə yox, vətənə. Niyədər, Zəmi, Çay, Burulğan gölü, Qotur bulağı, Səslənən qayası, Almalıq, Ağa bulağı, Turş suyu, Dəyirman, qədim Alban kilsələri. Hər ad ürəyimdə bir yara idi. Kənddəki itləri açıb buraxmışdılar. Hamısı ulayırdı. Amma biri vardı: Qarabaş. Qarabaş uzun zaman zəncirə vurulmazdı. O kənddə rahatca gəzər, hər qapıda yemək yeyərdi. Sahibi illər əvvəl ölmüşdü. Hamının iti idi. Yük maşını hərəkət edəndə arxamızca qaçmağa başladı. Havlaya, havlaya. Sanki deyirdi: "Məni də aparın." Bir müddət bizimlə yanaşı qaçdı. Sonra maşın sürətləndi. Qarabaş geri qaldı. Qaçdı, qaçdı. Və sonra balaca bir nöqtəyə çevrildi və yox oldu. O nöqtə illərlə mənimlə gəldi. Sumqayıtda gecələr yuxuma girirdi. Həmişə qaçırdı, həmişə uzaqlaşırdı, həmişə
nöqtə olurdu. İllər keçdi. Qarabağ işğal olundu. Sovetlər dağıldı. Atam vətən həsrətinə dözmədi. Biz köksümüzdə yara ilə yaşadıq və kəndimizi o gün tərk edən insanların çoxu vətən həsrətinə dözməyib dünyasını dəyişdi. O gün kəndimizi uşaq və ya gənc kimi tərk edən Müşfiq, Şahin, Habil, Nizami Qarabağda qəhrəmancasına şəhid oldu. 32 il sonra 2020-ci ildə zəfər xəbəri gəldi. Torpaqlarımızın bir qismi azad olundu. Amma mənim kəndim hələ də uzaqdadır. Bir gün mənə o yollardan birinin şəklini göndərdilər. O yol məni evimə aparan yol idi. Həmin gecə İzmirdə yuxudan oyandım. Yenə Qarabaş qaçırdı. Yenə uzaqlaşırdı və yenə nöqtəyə çevrilirdi. Mən ağladım. Hönkür, hönkür. Məni bağışla vətən. Mən o yük maşınlarının üstündə ağlayan qadınlara baxan uşaq idim. İndi isə onların yaşındayam. Və mən 38 ildir vətənsizəm. 30 ildir ki, geri dönmək üçün mübarizə aparıram. Yazıram, danışıram, səs oluram. Çünki inanıram. Bir gün o yol bitəcək və Qarabaş bu dəfə geri qalmayacaq. Dininizi her zaman diri tutun. Sizi ondan başka koruyacak hiçbir şeyiniz yoktur. Kin doğru hedefe yönlendirildiğinde en müqəddəs koruyucu silahdır.